bir restoranda aşpaz işine düzelmişəm. Ümid edək ki, hava işdə yarıdıcaq. Qəşəng meyvələrimiz, tərəvəzlərimiz, bütün aynı oyunlarımız var. Göy göyərtilərimiz sveji, babilən. Sifarişimiz də gəlib hamburger pişirməliyik. Görək xaladeynikimizdə nə var? Bəh. Hayda çiyələk, nəfsim çəkdi lan. Görəsən eşir yoxdur. Demək aynı oyunlarımızı yığmağa bizə qab lazımdır. Elə abon götürək. Gədəbəy kartofu, soğan, getdi qaba. Tökür o qablar stola. Hamburger çörağı. Hamburgerin ətləri də xaladeynikdə. Hindi görən olsun deyəsiydi, nə bilim, əli və əlcək taxmamsan, nə qaramsan. Bas geçsin, əlcək nəyimizə lazımdır, elə bir qartopuzan oynayacaq. Ustanın əlinin ləzzəti o yımağa çıxmadısa, o yımaq deyil. Çörağımızı, ətimizi, zadımızı abda qızardığa düşdü. Xoddan görək. Bəh. Ətimiz abda pişənə qədər soğanımızı, kartofumuzu, zadımızı doğrayaq. Ucu iti deyil, nəsə kəsmir. Harda itiliyək abi? Deyən görək. Yəqin ki, abi itiliyək. Bir yoxlayaq. Bəh, əla. Cıqqılı soğanımızı da doğrayırıq. Gedim ətə baxım, yəqin ki, pişər. Bir balaca çörağımız elə bir yanıb. Heç sad olmaz, əsas ətlərimiz qəşəng pişir. İndi bir qırıq üstü qaralıb da nə olacaq ki? Əsas odur ki, ətlərimiz gözəl bir şəkildə qızarıb. Çörək isə... Nə var coğaya bunları? Ümid edək, oradakı kamera deyil, müdiriyyət baxmır. Məncə həblə qoysam çox da bilinməz. Qara çörəkdir də nə oldu ki? İndi kartoşkalarımızı pişirək. Asta tökürük. Bir dənəsi yerə düşdü. Çox getdi abla. Xodladıq. Yağımız dolur və xollu xod. Bəh. İyə bax da, iyə. Yağın içində həblə eləyən oğlan axtaraq. Ləzzət elədi, ləzzət. Biraz sabun. Tökür o qabıra ki, kartoşkalar qaralmasın. Bəh. Məncə super qızardı. Kartoşkalarımızı da tökdü o qabıra. Bir dənə pomador. İlk öncə nağarıq, yuyuruq. Çünki hijyen, təmizlik önəmlidir. Bir qırıq pomidorumuzun üstünə sabun. Qəşəng sürtürük. Sonra da yuyuruq. Xırda doğrayırıq. Çıqqanda pendir kəsirik. Demək, çoraq, ət, pomidor, üstünə də pendir. Sonra bir dənə ət qoyuruq deyilən, yanmış yeri qoymayaq, çox palit olmasın. Və sonda bu çörəyi də üstünə. Qardaşımsan, hamburgerin gözəlliyinə. Dünyada həblə... Deyən görək, bu da bir boş qaf götürüb onun üstündə düzəldə. Çünki qıraqda qoyan kimi dağılır. Ha bu cür işlərim nəsə tərs gətirir. Deyəsən maaşımı ancaq abi rasxodlara verəcəm. Demək,